1444-cü ildə Osmanlı xanədanı tarixində görünməmiş bir hadisə baş verdi. Xanədanın 6-cı hökmdarı Sultan Murad xan hakimiyyətdən əl çəkdi. 12 yaşlı oğlu Məhmədi taxta oturdan Murad xan onun bəylərbəyi olduğu Manisaya yollandı. O burada ölümünü gözləyəcək, vəsiyyətinə görə Bursada atalarının yanında dəfn olunacaqdı. Amma talih onu ikinci dəfə taxta çıxaracaq və Sultan Murad taxta keçinəcəkdi. İkinci Sultan Murad xanın sağ ikən taxtdan əl çəkməsinin səbəbi tarixçilər tərəfindən tam olaraq açılmır. Qəbul olunmuş versiyaya görə savaşlardan yorulan sultan qərbdə və şərqdə sülhü bərqərar etdiyini düşünərək dincəlmək istəmişdi. Ancaq kiçik yaşlı oğlunun avtoritetinin aşağı olması imperatorluqda iki tirəlik yaradırdı. Sultan Muradın baş vəziri və demək olar ki, dövləti idarə edən Sədrəzəm Xəlil Paşa sultanla Məhmədin lələsi Şahabəddin Paşa arasında qarşıdurma dövləti zəiflətmişdi. Üstəlik Sultan Məhməd Azərbaycandan gələn bir hürufi şeyxinin təsiri altına düşmüşdü. Qərbdə də hərəkətlik yaranmışdı. Sultanın kiçik yaşlı olmasını və hakimiyyətdəki boşluğu fürsət bilən Şərqi Avropa kralları Osmanlıya qarşı birləşmişdilər. Macar kralı Ladisasın rəhbərliyi ilə Balkan dövlətlərinin bir çoxunun, həmçinin Polşa ilə Çexiyanın qatıldığı xaslı ordusu Osmanlı torpaqlarına doğru irəliləyirdi. Bundan sonra Sədrəzəm Sultan Murada məktub yazaraq taxta dönməsini xahiş edir. Sultan Murad imtina edir. Bu zaman Sultan Məhməd atasına məktub yazır. Ata, əgər sultan sənsənsə, o zaman gəl və ordunun başına keç. Yox, əgər sultan mənəmsə, o zaman sənə əmr edirəm, ordunun başına keç və kafirləri yen. Oğlunun əmrinə əsasən Murad xan yola düzəlir. Ordusu ilə Ədirnəyə gəlir və oradan düşmən üzərinə yürüyür. Tarixə Varna savaşı kimi düşən bu meydan döyüşünün uğurla başa çatmasında Sultan Muradın sərkərdəlik məharəti çox böyük rol oynayır. Qalib kimi Ədirnəyə dönəndə Sədrəzəm Xəlil Paşa onu sultan kimi qarşılayır. Buna baxmayaraq taxta oğlunun qalmasını istəyən Sultan Murad geri Manisaya dönür. Düşmənlərin məğlub edilməsinə baxmayaraq Sədrəzəm Xəlil Paşa ilə Şahabəddin Paşa arasında qarşı durma hər gün böyüyürdü. Buna görə Sədrəzəm Xəlil Paşa Yeniçəriləri üsyana qaldırır. Onlar Sultan Muradın taxta dönməsini tələb edirdilər. Sədrəzəm Xəlil Paşa Sultan Murada məktub yazaraq dövlətin yaşaya bilməyi üçün taxta dönməsini israrla xahiş edir. Sultan Murad taxtdan ayrılmasından 2 il sonra yenidən taxta dönür. 14 yaşlı Sultan Məhməd Manisaya, paşaları isə sürgünə yollayır. Sultan Muradın ölüm xəbəri Manisaya çatanda Məhməd bəylərinə məni sevən arxamca gəlsin deyərək atına sıçramışdı. Məhmədin sürətlə hərəkət etməsi çox önəmli idi. Çünki ölüm xəbərini gətirəcək adamı Sədrəzəm Xəlil Paşa qatırla yola salmış, vaxt itkisinə səbəb olmuşdu. Bu yüzdən taxtın digər varisləri Ədirnəyə çatmadan Məhməd taxtaya yetişməli və hakimiyyəti ələ keçirməli idi. 1451-ci ildə ikinci dəfə taxta oturan Məhmədin 19 yaşı vardı. Birinci dəfə taxtı itirdikdən sonra özünü hökmranlığa tam olaraq hazırlamışdı. Uşaq vaxtı elm öyrənməyə həvəsli olmasa da taxtını itirdiyi 5 il müddətində bir çox elmləri öyrənmiş və gənc olmasına baxmayaraq dövrün ən məlumatlı şəxslərindən birinə çevrilmişdi. Bundan başqa qılınc oynatmaq məharəti ilə hər kəsi heyran edirdi. Ən əsası siyasətdə səbrin nə qədər vacib olduğunu öyrənmişdi. Taxta oturduqdan sonra Sultan Məhməd paşalarını sürgündən qaytardı. Buna baxmayaraq Sədrəzəm Xəlil Paşa baş vəzir kimi qaldı. Xəlil Paşa Osmanlı xanədanına çox böyük xidmətləri olmuş Çandarlı ailəsindən çıxmışdı. Onlar Osmanlı övladlarından sonra ən nüfuzlu ailə idi. Bundan başqa Xəlil Paşanın Yeniçərilər arasında çox böyük nüfuzu vardı. Yeniçəri komandanları ona sadiq idilər. Yeni sultanın beynində tək bir şey vardı. Əcdadı Sultan Bəyazın həyata keçirmək istədiyi, ancaq nail olmadığı bir işin öhdəsindən gəlmək. Hələ Manisada ikən Sultan Məhmədin bütün fikri Konstantinopolun fəthinə yönəlmişdi. 1-ci Sultan Muradın vaxtında Osmanlı torpaqları içində bir ada kimi qalan Bizansın möhtəşəm paytaxtının fəthi bütün İslam hökmdarlarının xəyalı idi. Bu həm də Avropada ticarəti tam olaraq nəzarətə saxlamaq üçün önəmli idi. Həm də Peyğəmbərin müjdəsini verdiyi böyük sərkərdə olmaq Osmanlı sultanları üçün vazkeçilməz bir şərəf idi. Çünki Məhəmməd Peyğəmbər hələ Bizansa Allahın elçiliyini bəyan etdiyi ilk məktubunu yazdırarkən söyləmişdi. Bir gün bir İslam sərkərdəsi Konstantinopolu fəth edəcək. O sərkərdə Allah qatında ən böyük sərkərdə olacaq. Hakimiyyətə gəldikdən sonra Bizans elçilərini qəbul edən Sultan Məhməd imperatora ümid verdi. Buna baxmayaraq elçilər sarayı tərk etdikdən sonra Rumeli hasarının çəkilməsini əmr etdi. Avropa sahilinə çəkilən bu divar boğazlardan keçən bütün gəmiləri Osmanlılara xərac verməyə məcbur edirdi. Bundan əvvəl boğazların Asiya hissəsində İldırım Bəyazıd
Anadolu hisarını seçdirmişdi. Rumeli hasarı 6000 işçi tərəfindən 2 aya inşa olundu və hasarın inşası Bizans imperatorunda dəhşətli təşviş yaratdı. Çünki artıq türklərin izni olmadan boğazdan gəmi keçirə bilmirdilər. Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi. Papa köməklik qarşılığında Ortodoks Bizans kilsəsinin katolik məzhəbinə keçməsini istədi. İmperator bu şərtləri qəbul etdi. Amma Roma papasının Qərbi Avropa dövlətlərinə çağırışı heç bir nəticə vermədi. Avropanın böyük dövlətləri üçün Bizans yad idi və Bizans kilsəsi onlara görə müsəlmanlar qədər kafir idilər. Hətta 2-ci səlib yürüşü zamanında yol üstü Konstantinopola girən səlibçilər şəhəri yağmalamış, demək olar ki, bütün şəhər sakinlərini qılıncdan keçirmişdilər. Artıq Məhmədin qarşısında tək hədəf Konstantinopolun fəthi idi. Qaramandan geri dönən sultan dövlət divanını toplayır. Məşvərətdə ancaq bir məsələ müzakirə edilir. Bizansın fəthi. Sədrəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı çıxır. Paşaya görə birinci onlar Konstantinopolu fəth edə bilməyəcəklər. Bu da Osmanlının bölgədəki gücünü azaldacaq. Digər tərəfdən hətta Konstantinopol fəth edilsə belə bundan sonra Avropa dövlətlərinin xaç yürüşü baş verəcək və Osmanlı böyük savaşa sürüklənəcəkdir. Bəzi tarixçilərin iddiasına görə divandan öncə Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir. Lələ Şabəddin Paşa və Zanos Paşa Sədrəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmır. Qarşıdurma son həddə çatsa da divan Konstantinopolun mühasirəyə alınmasına qərar verir. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq görən Sultan Məhməd Anadoludakı və Ədinədəki qüvvələrini Konstantinopola doğru hərəkət etmək əmri verir. Həmin vaxt Osmanlı ordusu dünyanın ən inkişaf etmiş ordusu idi. Sultan özü top düzəldməsində iştirak edir, yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top ustası olan Mazar Urban da Osmanlılara işləyirdi. O dövrün şah adlanan ən böyük topunu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü ildə Ədinədən hərəkət etdi. Sultan Məhmədin hələ 21 yaşı vardı. 120 minlik ordu aprelin 2-sində Konstantinopola yaxınlaşdı. Sultan Məhməd imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna Genuya və Venesiyadan gələn köməyə ən əsası Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-sında top səsinə oyandılar. Şəhərə hər yerdən atəş açılırdı. Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında Türk donanması məğlub oldu. Bu durum Sultan Məhməd özündən çıxartdı. 20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Divan məşvərəti hətta mühasirənin qaldırılmasını təklif etsə də Məhməd bir mənalı olaraq təklifi geri çevirdi. Sultan ya mən bu şəhəri alacam ya da bu şəhər mən alacaq deyərək divanı bitirdi. Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venesiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam olaraq mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Halisə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabağça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən Bizanslılar nə baş verdiyini kəstirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə Bizanslılar dəhşətə gəldilər. Sultan Məhməd normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir iş həyata keçirə bilmişdi. 2 gün ərzində 70-ə qədər gəmi Halisə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı ala bilmirdi. Türk ordusu şəhərə girdi. Mayın 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. 3 gündən sonra Fatih Sultan Məhməd şəhərə daxil oldu. Fatih atını dünya möcüzəsi olan Ayasofyaya sürdü. Öncə burada namaz qıldı. Allaha həmd etdi. Ardınca bundan sonra taxtım İstanbuldur deyərək Ayasofyanı əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu. Konstantinopolun fəthindən dərhal sonra Sultan Məhməd İstanbulun və Osmanlı İmperiyasının yenidən təşkilinə başladı. Məqsədi yeni müsəlman Xristian Ortodoks İmperiyasını yaratmaq idi. Xristianlığı daha yaxından öyrənmək istəyən Sultan Məhməd Ortodoks kilsəsinin yeni lideri Patriarx Gennadi ilə dəfələrlə müzakirələr aparmış və xristianlıqla müsəlmanlıq arasında ortaq nöqtələri birləşdirməyə cəhd göstərmişdi. Avropada Sultan Məhmədin xristianlığı qəbul etmək fikri yaranmış və Papa II. Pi
Fatihə məktub yazaraq onu xristianlığa dəvət etmişdi. Bütün bunlar sonradan Fatihin gizli xristian olması barədə dediqodunun yaranmasına səbəb olmuşdu. İstanbulun fəthindən sonra tutduğu qeyri-müəyyən mövqeyə görə Çandarlı Xəlil Paşa dövlət və yeniçərilər arasında nüfuzunu itirdi. Sultan Məhəmməd vəziyyəti qiymətləndirən və birinci taxta çıxışından sonra onu taxtdan endirər. Qüdrətli sədrəzəmi həbs etdirdi. 40 günlük həbsdən sonra divan sədrəzəminin edamına qərar verdi. Çandarlı Xəlil Paşa Ədinədə edam olundu. Xanədanın ikinci ailəsi statusunu daşıyan Çandarlılar uzun müddət hakimiyyətə yaxın buraxılmadılar və yeni sədrəzəmlər əsasən xristian əsilli oldular. 1481-ci ildə Fatih böyük səfərə hazırlaşmaq üçün Anadoluya getdi. Fatih heç bir Osmanlı sultanına olmayan gücə sahib idi. O dövrün ən böyük ordusunu hazırlayır və yeni səfərin detallarını heç kimlə bölüşmürdü. Fatihin hansı istiqamətə səfər edəcəyi bu günə qədər tarixçilərin ən böyük mübahisə mövzusudur. Ehtimal olunan bir neçə marşrut var. Daha çox İtaliya və Misir marşrutları üzərində dayanılır. Bu bir faktdır ki, Fatih Sultan Məhəmməd ömrünün son illərində İtaliya və Romanı fəth etmək xəyalları ilə yaşayıb. Bunun üçün 1480-ci ildə Rodos adasını almağa cəhd etmişdi, lakin buna nail ola bilməmişdi. Ona görə də Fatihin son səfərinin məhz Rodos və Romaya edildiyi qənaəti daha böyükdür. Sultanın Qəbzədə ordugahda zəhərlənərək öldürülməsi belə deməyə əsas verir ki, düşmənləri Fatihin son səfərindən ciddi narahatlıq keçirirmiş. 1481-ci il mayın 9-da Fatih müəmmalı şəkildə öldü. Fakt isə odur ki, Sultanın ayağındakı şişi müalicə etmək üçün həkim ona dərman verib. Bundan sonra Sultanın halı pisləşib və Osmanlının ən böyük sultanı son nəfəsini verib. Fatihin zəhərlənməsi ilə bağlı iki versiya var. Birinci versiyaya görə Fatihi Venesiyalılar zəhərləyib. Digər bir versiyaya görə isə sultanı Azərbaycan və İrana hücum edəcəyindən ehtiyat edən vəzir Məhəmməd Paşa Qaramanlı öldürüb. Sultan öldükdən sonra bütün Avropa rahat nəfəs alır. Papa Avropada bayram elan edir. Fatih Sultan Məhəmmədin ölümü şərəfinə Avropanın xristian əhalisinin qurtuluşu naminə kilsə zənglərinin 3 gün dayanmadan çalması əmr edilir.